2005-ci ilin 20 yanvarında xalqa biraz da olsa təsəlli verən Neftçi komandası. Bugün 20 yanvar faciəsindən 36 il ötür. 1990-cı ildə Azərbaycan xalqının müstəqillik səsini boğmaq üçün Sovet İmperiyasının tankları yalın əlli insanların üzərinə göndərildi. O gün Bakı soyuq idi. Ancaq axan qan şəhəri isitməyə bəs etdi. Rəsmi məlumatlara görə xalqımız o gün 131-170 arası itki verdi. Allah şəhidlərimizə rəhmət etsin. 2005-ci ildə isə Neftçi komandası bir zamanlar MDB ölkələrinin çempionları arasında keçirilən Birlik Kubokunda Ermənistanın Pyunik klubu ilə qarşılaşırdı. Qarşılaşma nə təsadüfsə xalqın yas tutduğu 19 yanvar gününə düşmüşdü. Hadisənin 15-ci il dönümündə Neftçi Pyuniki 2-0 hesabı ilə məğlub etdi. Bunları Gürcü Georgi Adamya və Vidadi Rızayev vurmuşdu. O gün xalqımız üçün ən böyük təsəlli elə o qələbə idi. Ancaq Azərbaycan xalqı 20 yanvar faciəsini heç vaxt unutmayacaq, unutturmayacaq.